qadınlar kişilərin qabırğasından yaranmayıb. İnanmırsan? Gəl sübut edeyim. Əgər sən də qadının kişinin qabırğasından yarandığını düşünürsənsə, bu videoya axıra qədər bax, çünki elmin sənə deyəcəyi sözləri var. Bu mifi bizə o qədər təkrarlayıblar ki, biz bunu artıq həqiqət kimi qəbul edirik. Bəs təkamül və genetika bu barədə nə deyir? İnsan bədənində enerji hasil edən mitoxondriyaların öz DNT-si var. Və bu DNT yalnız anadan ötürülür, atadan ötürülmür. Yəni bu o deməkdir ki, hər bir insanın nəslində qadın nəsli iz buraxır. Bu da o deməkdir ki, əslində nəslin davamçısı kişi yox, məhz qadınlardır. Qadında tam 2 X xromosom var, kişidə isə 1 X xromosom və 1 Y xromosom var. Y xromosom getdikcə zəifləyir və ona görə də onun daxilində çoxlu sayda reliktlər var. Bu reliktlər funksiyasız genlərdir, yəni ki, artıq çalışmayan genlərdir. Ümumilikdə isə Y xromosomun daxilində təqribən 50-70 gen var. X xromosomunda isə tam-tamına 1000-dən çox çalışan və funksiyalı genlər mövcuddur. İndi özünüz hesablayın ki, kimin geni daha stabil və köklüdür? Embrion mərhələsində hər bir insan embrionu qadın kimi formalaşmağa başlayır. Əgər kişilər qadınlardan öncə yaransaydı, o zaman kişilərdə qadınlara məxsus hər hansı bir iz qalmazdır. Amma var. Hər bir kişinin daxilində, orqanlarında daha doğrusu Müllerian kanal adlı embriyoloji bir quruluş var. Bu qadın orqanlarının, yəni uşaqlıq və falop borularının ilkin formasıdır. Sonradan təbii ki, kişilərdə inkişafı dayanır, lakin relikt kimi kişilərdə qalır. Buna appendix testis deyilir. Bəli, kişilərin bədənində qadınların orqanlarının bir izi var. Elm bizə deyir ki, bütün kişilər embriyoloji baxımdan həyata qadın kimi başlayır. Buradan o nəticəyə gəlirik ki, kişi qadından gəlir. Qadınsa heç kimdən törəmir. O elə başlanğıcın özüdür. Yəni ki, qadın kişidən yaranmayıb. Əksinə, kişi formalaşmaq üçün əlavə modifikasiyalara məruz qalır. Təkamül izləri bizə onu göstərir ki, bütün bəşəriyyətin anası mitoxondrial həvva mövcuddur və biz bunu rahatlıqla təkamül izləri ilə görə bilirik. Amma kişi xətti ilə biz bunu edə bilmirik, çünki orada qeyri-stabillik var. Niyə? Çünki Y xromosomu zamanla sıradan çıxır. Bütün bu faktlar onu dəstəkləyir ki, qadınlar kişilərin əlavəsi deyil. Qadınlar elə başlanğıcın özüdür. Hüceyrə yaddaşı, genetik kodun dili, bütün elmi faktlar qadının öncülüyünü təsdiq edir. Bu mif deyil, bu elə birbaşa olaraq elmin özüdür. Əfsuslar olsun ki, bu həqiqəti bir çoxları bilmir. Ona görə də bu videonu maksimal dərəcədə paylaşaq ki, elmin səsini hamıya çatdıraq. Sonda isə bir şey bilmənizi istəyirəm. Qadınlar kişilərin əlavəsi deyil, bəşəriyyətin ilk səsidir.